Salam hər kəsə. İstəyirəm bugün Respublika Fənn müsabiqəsi 2026-cı il 15 mart tarixində keçirilən 7-ci siniflər üçün sualların izahına baxaq. Başlayaq birinci sualdan. Burada birinci sualda deyilir ki, verilmiş modeldən istifadə edərək X ilə xlor arasında yaranan birləşməni formulunu müəyyən edin. Bu sualı necə yaza bilərsiniz uşaqlar? Deməli, baxırıq ki, X metalı bir sütunda 4 dənə X var, neçə dənə xlor var? 3, 6, 8 dənə də xlor var. 1, 2, 3, 4, 5, 6. Bu formada saysanız 6 vuraq 4, yəni 24 dənə X metalı var. 8-i də 4-ə vuranda 4 sütun var deyə. Yox, 4-ü yox, üzr istəyirəm, burada 6-dır. 8-i də 6-ya vuranda edir 48. 48 dənə də xlor var. Yəni X ilə xlorun say nisbəti 1-in 2-yə deyə siz burada formulu götürməlisiniz. X xlor 2. Cavab olur burada B variantı. Sonra növbəti sual. İkinci sual deyir ki, hansı elementlərin simvolu doğru göstərilmişdir? Fosforun simvolu uşaqlar P-dir. Natriumda N və A olmalıydı. Na kimi yazılır. Mis doğru göstərilib. Karbon doğrudur. Kalsiyum doğrudur. Silisyumda S, I bu formada olmalıydı. Deməli 2, 4, 5 doğru variantınız olur. Burada A variantı. Sonra üçüncü suala baxıram. Burada deyir ki, nüvə yüklərini və kütlələrin azalma ardıcılığı ilə düzün. Nüvə yükü dedikdə uşaqlar bilirsiniz ki, nüvə yükü elə proton sayına bərabərdir. Sıra nömrəsi, nüvə yükü, proton sayı bunlar qiyməti bir-birinə bərabər olur. Burada baxırıq ki, ən böyük Z-dədir A plus 2, sonra A plus 1 Y-dir, X də A-dır. Deməli Z böyükdür Y-dən, o da böyükdür X-dən. Bu iki variant çıxırsınız. Sonra kütlə ədədi də protonla neytronun cəminə bərabərdir. Z-də A plus 2 və B, A plus B plus 2-dir. Y-də A plus B plus 3 olacaq, çünki burada 1 də var. Ən çox Y-də o zaman. X-də A plus B-dir gözümüzün qabağında. Y böyükdür Z-dən, o da böyükdür X-dən. Deməli, burada doğru variant olacaq B variantı. Sonra baxırıq dördüncü suala. 4-də deyir ki, laboratoriya şəraitində 3 fərqli suxur nümunəsi üzərində sınaqlar aparılır. X nümunəsi əsasən məsaməli olub, bərkliyi nisbətən azdır. Y nümunəsi sərt və davamlı olub, əsas tərkib hissəsi silisium O2-dir. Bu maqmatikə uyğun gəlir. Birinci isə çökmə suxurlara uyğun gəlir uşaqlar. Deməli, Z nümunəsinin əsas tərkib hissəsi kalsium karbonat. Davamlılıq bərkliyi nisbətən yüksəkdir. Bu da metamorfik ola bilər. Sıxılma nəticəsində əmələ gəlirdi onlar. Deməli, baxaq görək bizə hansı fikirləri verib. Doğru deyil, yanlışı istəyir burada. Z nümunəsində mərməri misal göstərmək olar. Kalsium karbonat olduğuna görə mərmərin tərkibi bəli göstərə bilərsiniz. A doğrudur. Y nümunəsi maqmanın soyması ilə yaranan obsidian ola bilər. Bəli, maqmatik suxurlara uyğundur dedik. Maqmatik suxurlarda maqmanın soyması nəticəsində əmələ gəlirlər. Sonra X nümunəsinə qum daşını göstərmək olar. Deməli, bəli, çökmə suxurlara qum daşını misal göstərə bilərsiniz. Sonra Y tədricən müxtəlif suxurların sıxılmasının əmələ gəlir. Yox, Y dedik ki, maqmatik suxurlardır. Onlarda sıxılma yox edir. Sıxılma metamorfikdə olduğuna görə D variantı yanlışdır. Belə. Sonra 8-ə yox, 8-də 5-ci sual. 5-ci sualda nə deyir? Burada siz nə vermişdi? X plus su, buradan X silinib. X ilə su homogen qarışıqdır. Y suspensiya əmələ gətirir. Z isə emulsiya əmələ gətirir. Yəni, bunlar su ilə qarışığına baxırıq da. X ilə su homogen qarışıqdırsa, təbii ki, burada bitki yağını çıxacaqsınız. Etil spirt ola bilər. Y suspensiyadır. Su ilə təbaşir tozunu götürə bilərsiniz. Emulsiyada bitki yağıdır. Ona görə də burada doğru variant olacaq. Etil spirti, təbaşir tozu və bitki yağı D variantı. Sonra keçirəm 6-cı suala. Burada bizə X elementinin izotoplarını verib. Cədvəldəki kimi orta ağırlıq izotop sayı.
Deyir, orta ağırlıqlı izotop atomlarının sayı digər izotop atomlarının hər birinin sayından 2 dəfə çoxalarsa. Məsələn, uşaqlar, bunun sayına mən 2B desəm, üzr istəyirəm, orta ağırlıqlı bunlardan çoxdur. Bunlar B olanda, bu o demək ki, bu da 2B olur. Aydındır. Yəni bunların qiyməti faizlə, yayılma faizini yazmaq istəsəniz, bu orta ağırlıqlı olan A plus 1-dir də bu. Bu ikisindən 2 dəfə çoxdur. Demək ki, bu ümumilikdə 50%-dir. Bunlar da 25%. Toplamda 100% eləməlidir, bilirsiniz ki. Bunlar da 25% təbiətdə yayılıblar. İndi İranı tapın. İşte bundan sonra da düstur yazırdı. Hər birinin faizini vururduq onun kütləsinə, sonra böldük faizlərin cəminə. Bunu uşaqlar asanlaşdırmaq məqsədi ilə belə də yaza bilərik. Bunları 1, 2, 1 kimi də yaza bilərsiniz. Yəni A-nı vuracaqsınız 1-ə yazaq. Eləyəcək A, sonra 2 vuraq A plus 1 eləyəcək 2A plus 2. Ondan sonra 1'i vuracaq A plus 2, bu da elə A plus 2 edəcək. Bölürsünüz faizlər cəminə, ondan sonra vurursunuz 100'ə. Burada isə faizlə yazmadığım üçün böləcəm 1, 2, 1'in cəminə. Yəni, onsuz da eyni qiymət alacaq və 100'ə vurmağa ehtiyac olmayacaq. Ümumi də bizə orta kütlə ədədini 64 verib. Belə. Buradan sonra da qalanını normal qayda ilə həll eləyirsiniz. Burada olur 4A plus 4 bərabərdir 256'ya. 4A bərabər 252 və 252'ni 4'ə bölürsünüz. Bu da eləyir 63. A'nın qiyməti 63'dür. Bizdən də A'nı soruşduğuna görə cavabınız olur elə 63A variantı. Sonra baxırıq növbəti suala. Burada deyir ki, bizə karbon qazı, amonyak və metandan ibarət qarışıqda bu maddələrin molekul say nisbəti 3, 4, 6 kimidir. Qarışıqda olan hidrogen atomlarının sayının, oksigen atomunun sayına nisbətini hesablayın. Uşaqlar, karbon qazının formulu CO2'dir. Amonyakda NH3. Metanda isə CH4 kimidir. Bunları 3, 4, 6 verib. Mən yazıram buna 3A, 4A amonyak və 6A da metan yazdıqdan sonra oksigen və hidrogeni soruşur deyə oksigenlərin və hidrogenlərin saylarını qeyd edək. Karbon qazında 3A'dırsa 2 oksigen var birində. Deməli, burada oksigen sayı ümumi olacaq 6A. Sonra bunlarda da oksigen yox, hidrogen var. Hidrogenləri gəlin tapaq. Hidrogen olacaq burada 12A. Burada da 6'nı 4'ə vuracaqsınız. 24A olacaq. Toplamda 36A oldu hidrogenin sayı və 6A da oldu oksigenin sayı. İndi hidrogenin oksigene nisbətini istədiyinə görə 36A'nı bölürsünüz 6A'ya və bu da eləyəcək 6. Doğru variantınız burada olacaq C variantı. Sonra keçirəm 8'ə. 8'ə deyir ki, şagird stəkana 20 dərəcə Celsius temperaturda 150 ml su döktü. Sonra suya 40 qram duz əlavə edib qarışdırdı. Qarışığı süzərək suda həll olmayan hissəni məhluldan tam ayırdı. Məhlulun kütləsi 156 olub. Aha, bu 40 qram duz əlavə edib 150 su var idi. 40 qram duzun hər biri hamısı həll olsaydı suda məhlulunuzun kütləsi olacaqdı 190. Amma hamısı həll olmuyor. Müəyyən hissəsi həll olub. Məhlulun kütləsi olub 156. Demək burada 6 qramı həll olub. Elə deyilmi? 40'ın 6'sı həll olubsa 34 qram da çöküb deməkdir. Deməli 150 ml suda ümumilikdə 6 qram duz həll olub. Aha. Sonra deyək ki, bu prosesi 40 dərəcədə, 20 dərəcədə, 40 dərəcədə və 70 dərəcədə aparıb biz hər birində və qrafikdə 100 ml su verdiyinə görə 100 ml suda hər temperaturda nə qədər duz həll olub onu tapmalısınız. Burada qrafiklər uşaqlar tam oxunmur. Mən sizə qiymətlərin hesablamaq qaydasını deyəcəm indi. Qrafikə uyğun olaraq seçirsiniz. 150 ml su dökəndə 6 qram duz həll olub. Həmişə qrafikə diqqət edin ki, qrafik sizə neçə milli suya görə verib. Yəni burada avtomatik 20 dərəcədə mən 6 qram götürə bilmərəm. Çünki qrafikdə mənə 100 milli suda həll olan miqdarını soruşur.
Yazıram ki yüzdə də x-dir. Və tapıram ki, söhbət burada 20 dərəcədən gedir. 20 dərəcə Selsidə bu da yeyəcək. Deməli 4 qram. 4 qram həll olur. Sonra növbəti deyir ki, 40 dərəcə Selsidə 200 milli suda apardıqda bu prosesi məhlulun kütləsi 230 olub. Baxın, 200 milli su olub, sonra da məhlulun kütləsi 230. Demək 30 qram duz həll olub burada. Burada hər hansı bir çökmə və s. baş verməyib. İndi yazıram 40 dərəcə Selsi üçün 200 milli suda 30 qram duz həll olub. Bəs 100 milli suda nə qədər həll olar? 15 qram. Yəni qrafikdə 40 dərəcə Selsidə 15 qram maddəni götürməlisiniz. Sonra 70 dərəcə Selsi verib, 70 milli su ilə aparıblar bu dəfə. Məhlulun kütləsi də 86,8 olub. 86,8 olubsa, demək nə qədər artıb? 16,8 qram artma olubsa, o zaman 70 dərəcə vermişdi. 70 dərəcədə 70 milli suda 16,8 qram duz həll olub. Bəs 100 milli suda nə qədər həll olar? X. Bu da eləyəcək 40, yox 4 dəfə. Elə bir ki, 7-yə böləcək 24 qram. Aha. 24 qram maddəmiz həll olub. 70 dərəcədə 24 götürməsiz və həmin nöqtələri birləşdirərək qrafiki çəkmək mümkündür. Sonra burada 9-a baxırıq. Deyir ki, 9-da proton sayı, neytron sayı verib cədvəldə. Bu məlumatlara əsasən Y atomunun kütlə ədədini hesablayın. Aşağıda da verib ki, X3 mənfi və Y3 müsbətdir. Və Y2 mənfi iyonların elektron sayı bərabərdir. Baxın uşaqlar. X müsbət. Bunun protonu P1-dir. Elektronu tapmaq üçün protondan həmişə yükü çıxırıq. P1 çıxaq 3 olacaq. Neytronda N1. Sonra Y-də qeyd edirəm. Proton P2-dir. Yükü 2 mənfidir. P2-dən 2 mənfini çıxanda olacaq P2 plus 2. Bunun elektron sayı. Neytronda N2 yerinə qoyuruq. Belə. Bunları qeyd etdiniz və aşağıda sizə burada şərtlər verib. P1 plus N1 bərabərdir 27-yə. Aha. Sonra nə verib? P2 bərabərdir N2-yə. P2 bərabərdir N2-yə. Birinci mən nədən istifadə edirəm? Elektron sayıları bərabərdir. Uşaqlar, elektron sayılarını tapdıq mı? P1 çıxaq 3 və P2 plus 2. Gəlin bunları bərabərləşdirək. P1 çıxaq 3 bərabərdir P2 plus 2. Buradan mən tapıram ki, deməli, əvəzlənmə edək gəlin. P1 bərabər yazıram elə. P2 plus 5. Bu hələ ki belə də saxlayıram. Sonra P1 plus N1 bərabər 27 verib. P1 plus N1 bərabər 27 verib. N1-i də P1 plus 1 verib. Aha, baxın burada 2 dənə belə bir şərt verib. Birincinin kütləsini belə bir şey yaza bilərəm də mən. Bu zaten kütlə protonla neytronun cəminə bərabərdir. Burada N-in yerinə aşağıda verilən ifadəni qoyuram. Olur 2P1 plus 1 bərabər 27-yə. Buradan da P1 olacaq 13. Aha. O zaman bu da bərabər, bu ifadənin qiyməti 13-ə bərabərdir. Axı P1 bərabər P2 plus 5-dir. P2 plus 5 bərabər 13 isə proton içində tapdıq ki 8 imiş. Sonra və buradan da proton, neytron ikincidə bir-birinə bərabərsə, demək həm proton, həm də neytron 8-dir. Y atomunun kütlə ədədini istəyir. Bunların Y-də də P2, N2 idi proton, neytron. Bunları toplayırsınız. Yəni Y-də protonla neytron cəmi hər ikisi 8 olduğuna görə cavabınız olacaq 16. Kütləsi oldu 16. Belə. Sonra keçdim 10-cu suala. Mətndə altından xətt çəkilən hansı hissə doğru göstərilməyib? Deyir ki, atmosferin alt qatının tərkibi havadan təşkil olunub, tamamilə doğrudur. Hava isə əsasən hidrogen və oksigen qazlarından təşkil olunur. Xeyr, uşaqlar, havada hidrogen demək olar ki, ümumiyyətlə yoxdur. Sərbəst şəkildə hidrogen kainatda küllü miqdarda yayılsa da, havada
yoxdur. Oksigen isə bəli, havanın 21% həcmcə oksigendir, kütləsi də 23% yayılıb. Yəni burada yanlış olan biri 1-dir. Sonra deyir ki, havada olan oksigen canlı orqanizmlərin tənəffüsü zamanı və fotosintez prosesində istifadə olunur. Uşaqlar, tənəffüs zamanı oksigen istifadə olunur, amma fotosintez prosesi zamanı oksigen istifadə olunmur. Fotosintezdə karbon qazı və su istifadə olunur. Oksigen bu proses nəticəsində alınır və glukoza oksigen oradan ayrılır. Ona görə də fotosintezdə istifadə olunur demək doğru deyil. Yanlış olan 1 və 4 A variantı oldu burada da. Sonra keçdik 11-ə. İzotop atomlar üçün uşaqlar, izotop nədir? Proton sayı eyni, neytronları və kütlə ədədləri fərqli olan atomların növünə izotoplar deyirik biz. Ona görə də burada eyni olan yalnız proton olacaq, neйтronla kütlə ədədini eyni götürə bilməzsiniz. Doğru variant yalnız 1 olacaq. Sonra 12-yə baxırıq. Deyir ki, tərkibi dəmir və kükürddən ibarət iki müxtəlif nümunə verilib, A və B. A haqqında yazır ki, A nümunəsi içərisindəki dəmir hissəcikləri mikroskop altında aydın görünür. Sonra bu nümunəni suya əlavə etdikdə dəmir suyun dibinə çökür, kükürd isə suyun üzərində qalır. B nümunəsi bərk qara rəngli maddə olub maqnitlə cəzb olunmur. Uşaqlar, A nümunəsi qarışıqdır, buradan görürük. Çünki dəmir və kükürddən ibarətdir. Dəmir də kükürd də orada öz xassəsini saxlayıb. Demək, bunlar qarışıqdır. Dəmir və kükürd qarışıqdır sadəcə A. B isə deyir ki, maqnitlə cəzb olunursa, bu artıq bizə işarə verir ki, dəmir burada öz xassəsini itirib. Demək ki, bu dəmir sulfitdir də, yəni qara rəngli bir maddə əmələ gəlib. Çünki dəmir özü bozuntul rənglidir, kükürd də sarı rənglidir. Yəni heç biri qara rəngli deyil. Onlar birləşiblər, dəmir sulfit əmələ gətiriblər. Yəni yeni xassəyə malik maddə əmələ gəlir. Bu kimyəvi birləşmədir. İndi gəlin fikirlərə baxaq, hansı doğru, hansı yanlışdır. A nümunəsində olan elementlər öz fərdi xassələrini saxlayıb, bəli saxlayıb, dəmir suyun dibinə çöktü, kükürd suyun üzərində qaldı, aydın şəkildə göründü mikroskop altında. Demək ki, bunlar öz fərdi xassələrini saxlayıblar. B nümunəsində olan elementlər fərdi xassələrini itirib, bəli, rənglərini nümunə çəkdim adicə. Plusda maqnitlə cəzb olunmursa, demək ki, bunlar öz fərdi xassələrini itiriblər. Sonra A nümunəsi fiziki üsullarla tərkib hissələrinə ayrıla bilər. A qarışıq olduğuna görə bəli, biz qarışıqları fiziki üsullarla tərkib hissələrinə ayıra bilirik. B nümunəsi ayrıla bilər yazı fiziki üsulla, xeyr, səhvdir. Kimyəvi birləşmələri heç vaxt fiziki üsulla tərkib hissələrinə ayıra bilmərik. Yalnız və yalnız kimyəvi üsullarla ayıra bilərsiniz. Ona görə də D variantı yanlış variantdır. Sonra keçirik 13-ə. Hansı kimya laboratoriyası avadanlıqlarının adı doğru göstərilmişdir? Şöyle, bu yumrudibli kolba değil. Sonra yumrudibli kolba kim olur? Sadece dibi yumru olur. Yani kuş koydum X. Sonra Erlenmeyin kolbası düzgün verilmiştir. Bu ştativdir, bəli, doğrudur. Kimyəvi stəkan değil bu da menzurkadır. Kimyəvi stəkan daha enli ve baxın bu boyda olur. Yani bu kadar dar, uzun olmur. Daha enli ve kısa olur. Belə doğru göstərilmişdir dediyinə görə 2 ilə 3'ü götürürsünüz. Sonra metalların xassələrinə uyğun tətbiq sahələri hansı hallarda dolu göstərmiş? Baxaq. Metallar və ərintiləri bərk olur. Bərkliyindən harda istifadə olunur? Poladdan müxtəlif konstruksiyalar hazırlanır. Bəli, poladın bərkliyinə görə ondan konstruksiyaların hazırlanmasında istifadə edirlər. Demək ki, burada uyğunluq var. Bunu düz götürə bilərsiniz. Sonra deyir ki, metallar elektriki yaxşı keçirir. Sonra yazıb ki, alüminiumdan yemək pişirmək üçün müxtəlif qablar hazırlanır. Uşaqlar, alüminiumdan ona görə qabların hazırlanmasına istifadə edilir ki, alüminium istiliyi yaxşı keçirir. Elektriki yaxşı keçirməsinə görə, məsələn, naqillərin hazırlanmasına istifadə edə bilərik. Burada istiliyi yaxşı keçirir yazsaydı uyğunluq olardı, amma burada, bu halda uyğunluq yoxdur. Metallar metal parıltısına malikdir. Qızıldan zinət əşyaları hazırlanır. Bəli, qızıldan metal parıltısı olduğuna görə biz ondan zinət əşyalarının hazırlanmasına istifadə edirik. Sonra metallar istidən genişlənir, civədən termometrdə istifadə olunur. Bəli, civə yeganə metaldır ki, özdə maye haldadır. O istidən genişlənir, metal olduğuna görə biz onun o xassəsindən termometrlərdə istifadə edirik. Belə. Sonra deyir, metalların ərimə temperaturu yüksək olur.
Buna görə də misdən elektrik naqilləri hazırlanır. Yox. Misdən ona görə elektrik naqilləri hazırlayırlar ki, mis elektriki yaxşı keçirir. Ona görə də burada uyğunluq pozulmuşdur. 1, 3 və 4-də doğru göstərildi. Keçdik 15-ci suala. Burada nə deyir? X maddəsi 100 milli suda 20 dərəcə Selsidə deyir ki, 80 qram həll olur. 60 dərəcə Selsidə isə A qram həll olur. Onun 60 dərəcə Selsidə 250 qram suda hazırlanmış doymuş məhlulunu 20 dərəcəyə qədər soyutduqda 100 qram X maddəsi çökür. 250 qram suda hazırlanıb məhlul 60-dan 20-yə qədər soyudanda 100 qram maddə çökür. Burada isə bizə 100 milli suda verib ki, 60-da A qram həll olur. 20-də də 80 qram həll olur. Yəni burada məhlulumuz 180-dir. Burada da məhlulun sənin 100 plus A-dır. Duzun da burada A qramdır, burada 80 qramdır. A nə qədər solub 60-a gələndə 60-dan 20-yə gələndə çökür bir hissəsi duzun. Mən bir dənə tənasüb quraraq bunun həllini yazmaq istəyirəm. Baxın uşaqlar, belə bir şey yaza bilərsiniz ki, məhlul 250 qram suda hazırlayanda burada nə qədər çökür? 100 qram maddə çökür. Qrafikdə sizə, cədvəldə daha doğrusu 100 milli suda verib, 100 milli suda nə qədər çökər? Belə yaza bilərik ki, A-dan 80-ə gəlibsə, demək A-80 qramı çöküb. A-80 qramı çöküb, elə deyilmi? Buradan elə bir tənasübdən A-nı tapa bilərik. Bu da yiyəcək, elə bir ki, 10 dəfə azalıb, oradan 25-ə böləndə 40 yiyəcək bir dənə çıxartıraq. A-80 bərabərdir 40 eləyir. Bir dəqiqə. A-80 bərabər 40. Buradan da A-nı tapırıq 120 qram. Belə. Bir dənə tənasüblə bu məsələni həll edə bilərsiniz. Cavabımız olur burada C variantı. Keçdik 16-cı suala. Deyir ki, şagird hansı halda kimya laboratoriyasında təhlükəsizlik qaydasını pozmur? Naməlum maddənin dadına baxır. Olmaz. Maddələrin dadına qətiyyən baxmaq olmaz. Bəlkə zəhərli maddədir. Ona görə də olmaz, zəhərlənərsiniz. Sonra üzərində yanıcı maddə işarəsi qeyd olmuş əlində olan maddəni alova yaxın qoyaraq çantasından qələm götürür. Yanıcı maddədirsə, alova yaxın qətiyyən qoymaq olmaz. Sən orada yanma riskini artırırsan. Ona görə də bu da yanlışdır. Sonra pozub, yəni qaydaları. Maddənin iyini müəyyən etmək üçün onun buxarını əli ilə özünə tərəf istiqamətlənir. Bəli, bu doğrudur. Yəni, həmişə deyirik ki, istənilən bir naməlum maddəni qoxlayarkən, lap bildiyiniz bir şey olsun, yenə də ehtiyatlı davranmaq lazımdır. Yəni, qapağı açan kimi, yəni, burnumuzu dirəmirik qaba ki, qoxlayaq görək bu nə qoxu verir. Gərək əlimizlə, burada verilən kimi, yazılan kimi buxarını əlimizlə özümüzə tərəf itələyirik və iyini müəyyən edirik. Bu doğrudur. Sonra deyir ki, kimyəvi maddələrlə zəhərlənən sinif yoldaşını təmiz havaya çağırır. Bəli, zəhərlənmə olarsa ilk öncə təmiz havaya çıxarmaq lazımdır. Mütləq də həkimi çağırmaq lazımdır. Doğrudur. Deməli 3 və 4 olacaq. Keçdik 17-yə. Qırmızı fosfor üçün doğru olanları müəyyən edin. Suda həll olunmur. Fosforun alotropik şəkildə dəyişmələrin heç biri suda həll olunmurdu. Bir dənə ağ fosfor istisna olaraq karbon disulfiddə həll olur. Ona görə də bu doğrudur. Qırmızı fosforda həll olunur. Zəhərli və sarımsaq iyili xeyri. Bu ağ fosfora aiddir. Qırmızı fosfor iyisizdir. Ondan sonra qaranlıqda işıq saçır. Bu da ağ fosfora aiddir. Ona görə də burada doğru olan yalnız birdir. Keçdik bu tərəfə 18. Uyğunluğu müəyyən etməliyik. Hidrogen və helium qarışıq. Uşaqlar, hidrogen nədir? H2, helium da formadadır. Hidrogen görürsünüz ki, 2 atomlu molekulu var. Heliumun isə atomu molekulu 1 atomludur. Deməli, bizim götürəcəyimiz variantda biri 2 atomlu olmalıdır, digəri 1 atomlu. Baxın, B variantı uyğun gəlir ona. Bu hidrogenə, helium uyğun gəlir, bu da hidrogenə uyğun gəlir 2 atomlu. O zaman 1'e getdi B.
Sonra hidrogen və amonyak qarışığı. Hidrogeni bildiyiniz artıq kağıdımda. Amonyak da nədir? NH3. Yəni açıq formada yazın. Azotdur, 3 dənə hidrogen birləşib. Yəni burada biri fərqli olmalıdır, üçü də eyni olmalıdır. Amonyak tapmaq üçün. Baxın, C variantı uyğun gəlir. Baxın, bu amonyakın quruluşudur. Bu da hidrogendir, 2 dənə eyni atom. Ona görə də 2-yə gedir C variantı. Buradan yazaq. 3-də də su buxarı və karbon qazı. Su buxarı dedikdə uşaqlar H2O-dur. Yəni burada da oksigen və hidrogenlər nəzərdə tutulub. Karbon qazı CO2-dir. Yəni karbona 2 dənə oksigen birləşib. Burada da hər ikisində bir dənə fərqli, 2 dənə eyni olmalıdır. Baxın bura. Bunlar uyğun gəlir. Məsələn, bu karbon qazıdır, CO2. Karbon qaradır, qırmızılar oksigendir. Burada da oksigen qırmızıdır yenə. Hidrogenlər də bu kiçik olanlardır. Bu da suya uyğun gəlir. Ona görə də 3-ə də gedəcək. A variantı. Doğru cavabımız olur 1B, 2C, 3A, B variantı. Keçdik 19-a. Burada deyir ki, iyonların proton sayı və elektron sayına əsasən katyonları müəyyən edin. Uşaqlar, katyonlar müsbət yüklü iyonlardır və katyonlarda demişik ki, proton sayı elektron sayından çox olur. Variantlarda da buna uyğun olanı seçməlisiniz. Proton sayı baxaq görək hansında elektrondan çoxdur. Y-də A plus 1 protonda elektron A-dır. Sonra X-də də A plus 2 protondur. Elektron isə aşağıya doğru gəlirsiniz. Görürsünüz ki, A plus 1-dir. Z-də hər ikisi bir-birinə bərabərdir. A plus 1, A plus 1 verib. T-də də proton A-dır. Elektron A plus 2. Yəni, bu da proton elektronun az olduğuna görə T-ni də götürmürsünüz. Yəni, X-dən Y doğru cavabımız olur D variantı. Sonra, qeyri-metalları göstərin. Qeyri-metalımız azotdur, bromdur, xrom metaldır, sink də metaldır, bir də oksigen. 1, 2, 5 B variantıdır burada da. 21. Burada deyir ki, doğru ifadələri müəyyən edin. Baxıram ki, burada hansı proses baş verir. Aha, uşaqlar, burada son təbəqə yoxa çıxıb, görürsünüz 2 dənə elektronunu itirib. 2 elektronunu itiribsə, burada müsbət 2 yüklü iyon əmələ gələcək. Məsələn, X0 idi, neytral idi, oldu X2 müsbət. Elektron sayı azalır və yükü də müsbət 2 olur. Bu doğrudur. Mənfi 2 yox, bu alanda olur. Verirsə elektron müsbət 2 olmalıdır. Neytron sayı azalır, yanlış ifadədir. Neytrona heç vədiyyət yoxdur, elektronun sayında dəyişiklik baş verir. Proton sayı dəyişmir, bu da doğrudur. Proton dəyişməyəcək, sabit qalacaq, sadəcə elektron sayı azalacaq. 1 və 4 doğru variantımız. C oldu orada. Sonra keçdik 22'ye. 22'de deyir ki, magmatik suxur deyil. Burada mərmərdir, metamorfikdir mərmər. O sıxılma nəticəsində əmələ gəlir, tərkibi kalsium karbonatdır. Burada da bunlar magmatik suxurlardır elə. Ona görə də A variantını götürəcəksiniz. Sonra 23'ə baxıram. Burada XO4 3 mənfi, YO3 2 mənfi iyonlarını verib və elektron saylarını A, B olaraq qeyd edib. A plus B 82, A minus B 18, X'in proton sayını müəyyən edib. Mən bunu necə həll edərdim uşaqlar? A plus B verib 82. Hər kəsi bir ədəd yerinə qoymadan işimi asanlaşdırmaq üçün. Açıq B də 18-dir. Bu tənlikləri biz toplasaq, zaten burada B'lər plus minus gedir. Qalır 2A bərabərdir 100. Və A-nı tapırsınız buradan 50. Burada elektron sayı artıq müəyyən oldu ki, 50 imiş. X'in protonunu istəyir, yerinə qoyursunuz. X bilmirik neçədir. Oksigenin protonu 8-dir. Proton, elektron da 8 olacaq elə. 8 vuraq 4, 32. Və çıxırıq burada proton, bilirsiniz ki, bu elektron sayıdırsa, elektronu tapmaq üçün protonları cəmləyirsiniz və protonlardan yükü çıxırsınız. Sonra da elektron tapırsınız. X plus 32 bunların protonu cəm elədi. Çıxırıq mənfi 3'ü bərabər edirik 50'yə. Burada mənfi olanda uşaqlar bəzən çaşır. 2 dənə mənfi olanda uşaqlar müsbət olur da burada. X plus 32 plus 3 olur. Bərabər 50'yə. Bu da olur X plus 35
bərabərdir 50 və x də bərabər 50-dən 35-i çıxırsınız 15. Burada x-in proton sayı olur 15, D variantı. Sonra 24. Euler-Venn diaqramına uyğun ifadələri müəyyən edin. Deməli, şəffaf rəngsiz maddədir. Uşaqlar, bu aiddir almaza. Qrafit bozumdur, rənglidir. Ondan sonra elektrik cərəyanını keçirən almaz, daha doğrusu qrafitdir. Karbon atomlarından təşkil olunub. Hər ikisi karbon-6 bir şəkildə dəyişmələrdir və karbondan təşkil olunmuşdur. Sonra karandaşların içliklərini təşkil edir. Karandaşın içliğinin hazırlanmasında uşaqlar qrafitdən istifadə olunur. Ona görə qrafitə yazmağımız doğrudur. Daha doğrusu D. 1'ə A, 2'ə C, 3'ə B, D. D variantı doğru variantdır. Sonra baxırıq son olaraq 25-ci suala. Burada dirişi şəkildə nə təsvir olunmuşdur? Uşaqlar, burada görürsünüz ki, getdikcə soldan sağa doğru porşenlə təzyiq artırılıb. Və qabın daxilində su var, eyni zamanda qaz molekulları göstərilib. Niyə görə? Uşaqlar, qaz molekulu ola bilər bu. Yəni, burada bütün qaba yayılıb birincisi. İkincidəki təzyiq nəticəsində sıxıla bilən yalnız qaz molekulları olduğuna görə. Bu o deməkdir ki, biz porşenlə təzyiq nəticəsində qazları sıxırıq və qaz molekulları getdikcə daha çox suyun içərisinə daxil olub. Burada 3 molekul görürsünüzsə, burada sayı olub 6, burada isə daha çox molekul olub. Yəni, təzyiq artdıqca qazın suda həll olunmasının artması şəkildə təsvir olunmuşdur. Ona görə də burada doğru variantınız elə olur B variantı. Burada təzyiq azaldıqca həll olma artır, səhvdir. Təzyiq artıb getdikcə porşenlə təzyiq edirik, ona görə bu səhvdir. Qazların suda həll olması təzyiqdən asılı deyil. Gözümüzün qabağındadır ki, təzyiq göstərdikcə artıb həll olunur, ona görə bu da səhvdir. Temperatur artdıqca qazların suda həll olması artır. Birincisi, temperatur artdıqca qazların suda həll olması artmır, azalır. Çünki qazlar uçucu maddədir. Temperatur artıranda onlar həmin o maye mühiti tərk edirlər, azalır. Temperaturdan tərs asılıdır. İkincisi ki, burada heç temperatur təsvir olunmayıb, təzyiq təsvir olunub deyə D də səhvdir. Doğru variantınız burada da olur, B variantı. Belə uşaqlar, bütün sualların izahına baxdıq. Əgər sizə qaranlıq qalan bir məqam varsa, başa düşmədiyiniz hər hansı bir sual yaranarsa, şərh bölməsində qeyd edə bilərsiniz. Hələlik uğurlar.